Samirəm əziz izləyicisi, böyük gələcək kiçik addımlarla verilişinin qonağı istedadlı futbolçu Ayxan Süleymanov. Ayxan Süleymanov, salamlayıram ilk öncə səni. Neçənci ildə anadan olmusan? 2015 ildə mən gözdən açdım Bakıda, Hansı klubda oynayırsan? vətəndə. Neçə nömrəli forma ilə? 7. Mövqeyin? Sağ winger. Winger. Əla. İlk öncə hansı klubda başladın futbola? Mən başladım Vətən Futbol Klubuna. Birbaşa Vətən komandasına başlamısan və indi orada davam etdirirsən. Necə oldu futbola başladın? Futbol mən 4 yaşından futbol baxdım, gördüm ki, çox maraqlıdır. Sonra mən ataya dedim, ata mən yadırdı futbola və oynuyordum rahat. Yəni sən futbola öz istəyinlə başlamısan anladığım qədərilə və valideynlərin ən əsas əlaqəsuzda atan dəstək olub və futbola başlamısan. Əgər sənin imkanın olsa Azərbaycanda peşəkar karyerada davam etdirmək istəsən, hansı klubda mübarizə apararsan? Qarabağda, Bəs ölkə xaricində, Örüş Qalatasaray istəyirəm. Türkiyədə öz karyeralı Qalatasaray komandasında. Belə anladığım qədərilə Qalatasarayında fanatçısan əminsən. Bəs millidə mübarizə hansı ölkədə aparmaq istəyərsən, hansı millidə? Azərbaycan millisindəmi və yaxud da ki, başqa bir ölkə? Azərbaycan. Sevdiyin bir futbolçu var mı Qalatasarayda? Kim olar? Icardi. Qol sevincini göstərə bilərsən bizə? Necə sevinir? Mauro Icardi. Bəs Avropada hansı klubda, hansı komandanın futbolçusunu sevirsən? Nömrə sənin futbol 7 nömrədir və 7 nömrə dünyada əfsanə futbolçular kifayət qədər var. Cristiano Ronaldo, Comerendir. Özü ona bənzətmək istəyirsənmi? Yəni onun kimi karyeran olmağını istəyirsənmi? Çox gözəl. Azərbaycan çempionatı geridə qaldı bizim üçün. Artıq U11 liqası bitdi və artıq U12 liqasına qədəm bassınız. Yadda hansı oyunların qalmışdı U11 liqasında? Yaxşı oyunların. Yaxşı oyunları mən oynuyordum. Sabahla və Neftçi və Neftçi hamısı yaxşı idi. Yəni sənin üçün hər bütün oyunlar əla keçdi. Yadda qalan qolun varmı? Hansı komandaya qarşı? Sumqayıtda mən qapısını aldatdım, boş qapıya vurdum. Yəni bütün müdafiəni pərən-pərən qoymuşdum. Mənim yadıma gəlir. Müdafiədə hətta imkan olsaydı dirəyi də keçərdim. Sonra olardım. Yadıma gəlir həmin qol. Məla çevrilir. Salaviyov. Əla görür zərbə və gol! Bravo Ayxan. Şəhərin şəfəqini Ayxan Süleymanov atır. Komanda yoldaşlarının içində ən yaxşı yola getdiyin, bir-birinizi başa düşdüyün futbolçu hansıdır? Hamı yaxşıdır. Yəni yaxın, daha yaxın münasibət varmı? Dostluq bir münasibət. Və yaxud da ki, ondan yaxşı bir-birinizi anlaya bilirsiniz. Hamısı yaxşıdır. Sənə görə hamı. Komandanın kapitansan bildiyin qədərilə. Yəni gəmini sən idarə edirsən. Onlar isə gəminin içində olanlardır. Varmı elə bir oyunun ki, həmin oyunda yaxşı oyun göstərməmisən? Olubmu elə bir oyun? Bəli, var idi oyun. Maçkoko ilə oynayanda çoxlar səhvlər eləyirdim mən. Sən sinifdə oxuyurdun sən? 5-də 6-ya keçdim. 6-cı sinifə keçdin. Həftədə neçə günün məşqlə gedirsən? 4. 4 gün. Təhsilinə mane olurmu sənin bu məşqlər? Xeyr. Fərdi məşqlərə gedirsənmi? Fərdi məşqdə gəlib gedirəm. O da həftə neçə dəfədir? 1-ci gün və 3-cü gün. 6 gün anladım, 6 dəfə həftədə məşq. Sənə yorucu olurmu heç? Yorulursanmı evə gəlirsən artıq bitkin düşürsən, yorğun düşürsən? Səsə məşq olanda biraz yorğunam, amma belə də Çətindir. hamısı çətindir. Yaxşı olurmu futboldan düşəsən, bezəsən? Xeyr. Heç qətiyyətlə cavab verdin, düşünmədən. Yəni futbol sevirsən belə deyək. Sənin üçün futbol sevgi deməkdir. Ta ki seni görene kadar olanlarla oldum, esirin oldum, ilacım buymuş benim. Ta ki seni görene kadar ruhumdan vuruldum, sana da aşk olsun. Sevdiyin bir yemək varmı sənin? Deyəsən yeməyin aran yox. İtalyanka. Sənə mətbəxini xoşlayırsan. Pizza və Pizza xoşlayıram. sevdiyin bir maşın varmı?
Maşını, Heç. maşın xoşlanmır. Və Avropada hansı ölkəyə getmək istəyərsən? Orada yaşamaq sənə çox xoşdur, rahat. Portuqaliyada işte. Portuqaliyada yaşamaq istəyərsən. Ayxan, sənə bir sual vermək istəyirəm. Əgər sənə İtalyan mətbəxinin sonsuz qədər yeməyi versən, istədiyin qədər məbləği pul və İtaliyada, üzr istəyirəm, Portuqaliyada yaşamaq hüququ versən və sənə sadəcə futboldan 2 il uzaq qalmağı desəm, yəni futbol oynama desəm 2 il. Orada heç məşq eləyərdim. Yəni orada da futboldan uzaqlaşmalısın yəni. Heç vaxt Razı olmaz. Bəs bunu valideynlərin xahiş etsə, deyərəm yox futbolda. qarşı çıxarsın. Əgər sənə dünya futbolunda, dünya ictimaiyyətində sənə belə bir komanda versək, öz komandanı yarat. İlk öncə komandanın adından başla. Komandanın adı nə olar? Komanda adı Galatasaray. Galatasaray. Bəs 11-lik qurma şansın olsa, qapıdan başlasaq. 3-4-4 qurarım. Əla, qapıdan başlayaq. Qapıdan Noyer. Sağ müdafiə. Sağ müdafiə Pepe olur. Bəs ortada, Ortada Van Dijk və Sergio Ramos. sol cinahda Sol cinahda Nuno Mendes. Carlos və Marcelonu kölgə altına saldın. Sağda Roberto Carlos oldu. Solda Robert Carlos, sağda Nuno. Yox, sağda. Sağda. Pepe-ni çıxardırsan həmin nöqtədə. Yaxşı, yarım müdafiə xəttindən başlayaq. Yarım müdafiə mən qoyardım Zidane və Ronaldinho, solda qoyardım 4-3-3 edəcəkdik biz. 2 nəfər saymısan, Ronaldinho və Zizou. Daha bir yarım müdafiə xəttindən bir futbolçu da əlavə etməlisən. Toni Kroos istərdim. O yarım müdafiə idi. Əla. Öz hücum xətti. Hücum xəttə qoyardım Ronaldo Nazario. Neçə diş? Braziliyalı, aha. Sağda olsun Maradona, Oo. solda Ronaldo. Bəs Lionel Messi. Hı? Bəs Lionel Messi. Yox. Yəni radikal Ronaldo fanatı olaraq Argentin futbolunun digər əfsanəsi Maradona qoydu. Çox maraqlıdır. Bəs komandanın baş məşqçisi kim olardı? Yəni komandanın baş məşqçisi kim olardı? Chelsea. Don Carlo Ancelotti. Maraqlıdır. Zidane olsun. Zizou dəyişirsən. Carlo Ancelotti'nin yerinə Zinedine Zidane, yəni futbolun əfsanəsi və Real Madridlə həmin o 3 klubun Ajax, Bayern Münhen və Real Madridin təkrar edəcək tarixdə 3 Çempionlar Liqasını qazanmaq kimi təkrar etdiyinə görə Zinedine Zidane istəyərdi təbii ki. Çox maraqlı bir seçimlər etdin və mən sənin verdiyin cavablar, futbolçuları təsəvvür etmək istəyirdim. Bəs yaxşı, həmin mövqedən hansı futbolçunu çıxardıb özünü və yaxud da komanda yoldaşlarından və yaxud da kimisə həmin mövqeyə salmaq istəyirdim. Çox maraqlı olardı mənim üçün bu cavabı. Heç kim. Hamı qalsın öz yerində. Yəni o futbolçulara heç kim çata bilməz deyirsən. Özü də hətta salmaq istəyirəm. Mən çatarım. Çatarım. Hansı mövqe? Kimi çağırdarsan bu yer? Ortada. Kimi? Ortadan sən qeyd etdin futbolçu etsən, yalnız Toni Kroos'un Ballon d'Or'u yoxdur qeyd edin. Ronaldinho və Zinedine Zidane. Heç nə olmaz. Yəni fərq etmir. Ronaldinho. Ronaldinho çağırdardı. Yox, Serivansını çağırdardı. Maraqlı bir seçimdir bu da. Qara aşağı. Ya bəli! Ayxan Süleymanov. Ayxan Süleymanov üçün futbolçu olmağın çətin yönləri nədir? Hər gün məşq edirsən, hər gün dərs edirsən, çətindir. Amma məqsədə gedən yol məşəqqətli olur. Bu sevgidir, bu bir məhəbbətdir ki, o ürək vermirsən. Təbii ki, əgər bir yol çıxmısansa, o yolun çətinliklərinə səbr etməlisən. Çətinliklər deyərkən daha bir mövzudan əsasına yazılmış ki, çətinlik deyərkən. 7 yaş futbol oynayarkən, 11 liqasını oynayarkən artıq indi 9-9 meydana mübarizə aparacaqsınız. Meydan böyüyür, vaxt məsələsi çoxalır və ən əsas da bəli. Oynamısanmı o? 9-9. Bəli. Oynuyordum məşq olanda vətənlə 2010-a
2016'larla oynuyorduk. Çətindirmi sənin üçün? Yəni 11 liqasında. Çətindir, tələsirsən, ofsayd görmürsən ona görə. Yəni ona görə. Artıq daha məsuliyyətli olmağa sövq edir insan. Rahatdır ki, mən topu atıram, hamısını keçirəm. Yəni sənin sürətin yetirir və bir anlıq bir şərhim vardı. Onda oyundan sonra videoya baxanda özümə gülümsədim. Ayxan Süleymanov başını götürüb yenə gedir. Yəni qaçmaq nisbətində bəzən çox sürətli futbolçusan. Öz sürətini bəzən onu tənzimləyə bilmirsən. Yəni hətta bir an olub epizod yadıma gəlir, top qalmışdı, sən gedirdin, sürəti tənzimləyə bilmədin. İndi həmin o 9-9-a oynadığın futbol zamanı bu amillər, yəni sürəti tənzimləməmək və yaxud da ki sürətli oynamaq sənə rahat gəlirmi? Rahat. Nisbətən 7-7-yə oynayarkən daha rahat gəlir. Hansı heyvana özünü bənzətmək istəyirsən? Yəni güz olaraqmı deyim, görünüş olaraqmı deyim? Şir. King of vətən, hə? Şir üçün deyilən bir söz var, yəqin ki, sən onu bilərsən. Şir meşənin şahıdır sadəcə. Sevdiyin bir rəng varmı? Hansı rəng? Narıncı. Narıncı. Futboldan başqa bir məşğuliyyət sevirsənmi? Başqa bir işlə məşğul olmaq? Ancaq futbol. Ancaq futbol. Bəs futbolçu olmasaydı nə peşənin sahibi olardı? Biznesmen olur. Yaxşı biznesmen olmaqmı, yoxsa yaxşı futbolçu olmaqmı? Yaxşı futbolçu, yaxşı. Yəni zaten belediyenin cavabının içində bütün karyerava bürüyəcək bir sual var. İndən pul düşünməməyin təbii ki, böyük bir xarakter göstəricisidir. Yaxşı futbolçu olsan, yaxşı da pulun olacaq. Bu aydın məsələdir. Amma yaxşı futbolçu olmaq sənin üçün çoxlu pul olmaq daha üstün. Təbii ki, bu sənin xarakterin. Qaraşov, Sənan Qaraşov, qaydan top var, Rəyhan Süleymanov, daha bir zərbə və Süleymanov, kapitan topu tora göndərir, top tordadır, ayağı büdrədi, amma topa zərbə indirməyə bacarı hesab açıldı. Futbola nə dəyişikliklər etsək, futbol inkişaf edər. Təbii stadionlar olsaydı daha yaxşı olardı. Yəni futbolu daha da yaxşı inkişaf edərdi. Bu günləri təbii ki, bu səsi, deyilən sözləri AFFA rəhbərliyi eşidəcək və bunu Cəmaləddin Mehdiyev deyil, Azərbaycan futbolunda inkişafda olan böyüyən futbolçular deyir və inanıram ki, yəqin ki, uşaqların istəkləri nəzərə alınacaq və Azərbaycanda kifayət qədər təbii meydançalar tikiləcək. İstedadlı futbolçuların yetişməsi üçün bu amillər çox önəmlidir. Bunu biz yox, hətta kiçiklər də deyirlər. Bu dəqiqələr ərzində bizlə bərabər idi. Sənin üçün veriliş necə keçdi? Yaxşı. Rahat idimi? Mən sənə çətin də olsa, ağır bu yol da olsa, zədələrlə dolu yol da olsa, məşəqqətli yolun sonunda zəfər qazanmaq istəyirəm. Həqiqətən də Azərbaycan futbolunda sənin kimi istedadlı futbolçular kifayət qədər var, çoxdur və istəyirəm ki, həm ölkə daxilində, həm də ölkə xaricində səsləriniz yüksəklərdən gəlsin və sizə baxım, həqiqətən çox səmimi sözümdür ki, bir dəfə sənin atanla danışarkən belə bir söz dedi ki, bu ola bilər sənin işindir, amma həmin o hava şəraitinə sən bizlə bərabər övladlarımızın yanındasan, bu sənə ayrı bir motivasiyadır və həmin sözü sənin timsalını da xatırladım və baxın, mənim işimdən əlavə həmin o hava şəraiti, istisi, yağışı, küləyi, qarı bərabər olmağım həqiqətən də baxın, sevinim və valideynlərinizin də əziyyətləri var. Onlar da həmin əziyyətləri, həmin o zəfər bayrağını ələ keçirsinlər, həmin o sizin o yüksəlişdə olduğunuz dövrənlərdə, ölkə xaricində, ölkə daxilində görüb sizə baxıb sevinsinlər. Mən də o sevinənlər içindəyəm və sizə uğurlar arzu edirəm. Sənin kimi, sənin timsalında olan bütün futbolçulara və sənin kimi istedadlı futbolçulara həqiqətən də
İstəyirəm ki, səsiz yüksəklərdən gəlsin. Ayxan, sənə təşəkkür edirəm. Dəyərli vaxtı bizə sərf etdin. Hər şey gözəl idi. Minnətdaram, uğurların bol olsun. Təşəkkür edirəm.